Növbəti mövzumuz xərac toplayan haqqındadır. Allah Cəllə Cəlaluhu belə buyurur: Cəza ancaq insanlara haqsız yerə zülm edənlərə, yer üzündə fitnə fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir. Şura surəsi 42-ci ayə. Bir qadın zina edib, günahını etiraf edərək cəzalandırılmasını istəyir və rəcm, yəni daşqalaq edilir. Peyğəmbər aleyhissalam onun barəsində belə buyurur: Bu qadın elə səmimi bir tövbə etdi ki, əgər belə bir tövbəni xərac toplayan etsəydi, mütləq bağışlanardı. Səhih Müslim, Əl-Camius Sahih, Kitabul Hudud. Xərac toplayan, yol kəsən quldur kimidir və oğrudan daha şərlidir. Onun xərac toplamasına yardım edən, katibliyini və şahidliyini edənlərin hamısı bu günaha şərikdirlər.